Qədr gecəsində Allah Həzrət Əli əleyhissalamın şəhadətin qərarı verir. Bilirsiniz, bəlkə də bu o deməkdir ki, Allah bizi günahkar hala gətirsin. İstəyir ki, bizdə bir günahkar hal yaratsın. Və o günahkar halı yaratmaq üçün müəyyən bir səbəblər olmalıdır, müəyyən bir şeylər olmalıdır. İnsanın qəlbi, ürəyi yumuşalmalıdır ki, o günahkar qəlblə gəlib Allaha tövbə edə bilsin. Qəlbimiz daş kimi olsa, qəlbimizdə qəsavət olsa, əlbəttə ki, dua etmək bizim içimizdən gəlməz. Qaçarıq biz. Və yaxud da yalandan elə dildə deyərik ki, Allah bizi bağışla. Allah qəlbimizi, hətta pis günah eləyən şəxs üstündə belə şərait yaradır ki, o gəlib Qədr gecəsində qəlbini yumuşalda bilsin. Necə? Həzrət Əli əleyhissalamın gəlir şəhadətini bu gecələrə salır ki, ona göz yaşı töksün, onun halına baxsın, halına nəzarət etsin, müşahidə etsin, qəlbi o imamdan yumuşalsın. İmam elə bir ki, insanın qəlbini yumuşaldır, hazırlayır, Həzrət Əli əleyhissalam hazırlayır və Qədr gecəsində Allaha təqdim edir ki, ilahi, bax, qəlbi yumuşaq bir bəndə gətirdim sənə. İndi o sənə tövbə eləyəcək. Tövbə etməyə hazırdır. Tövbə etməyə müqəddiməni hazırlayır Həzrət Əli əleyhissalam. Bax, imamın rolu budur. Görürsünüz, imam insanı Allaha yaxınlaşdırmaq üçün, xüsusilə Həzrət Əli əleyhissalam Allaha yaxınlaşdırmaq üçün bax, bu yoldan keçib, şəhadət yolundan keçib, Allah gətirib Qədr gecələrində, Ramazan ayında, mübarək Ramazan ayında onun şəhadətini qərar verib. Allah bizləri Həzrət Əli əleyhissalamdan ayrı salmasın, dünyada onun ziyarətini, qiyamətdə şəfaətini nəsib eləsin.